danışdınız. Dediniz ki, zahirlər hədisləri zahiri ilə götürür. Sanki bir qınaq kimi çıxır. Amma özümüz də başqa dərslər deyir ki, Quran və sünnə zahiri ilə götürülür. Başa düşülməlidir. Burada qardaşım, nəyi başa düşməyiblər? Biz bu məqamda zahiri məzhəbinə rədd edirik, düzdür? Zahirilər necə eləyir? Əslində necədir? Bunlar hamısı fərqli-fərqli şeylərdir. Şək yoxdur ki, nususu zahiri ilə başa düşmək vacibdir. Burada ikidən biri ixtilaf etməyib. Lakin məqam rəddiyə məqamı olduğu üçün zahirilərin işi nədirsə, onlar necə ediblərsə, biz onu rədd edirik. Onu rədd etmişik. Amma bundan elə çıxartmaq olmaz ki, elə başa düşülmür ki, biz deyəndə ki, zahirilər nususu, hədisi zahiri ilə başa düşürlər, bəs məgər hədisləri zahiri ilə başa düşmək lazım deyil ki, hədisləri və ayələri, ümumiyyətlə nususu zahiri ilə başa düşmək vacibdir. Burada şək yoxdur. Problem hardadır? İşgal yeri hardadır? Zahirini cumud etmək. Cumud bilirsiniz? Sanki dondurub saxlamaq ləfsi. Yəni, əslində... Zahirindən kənara çıxmırsan. Ləfsin zahirindən. Əslində necədir? Ləfsin mənası var. Məna əsildir. Ləfs ona tabidir. Amma sən ləfsi əsil edirsən, mənanı ona tabi edirsən. Problem, işgal hissəsi hardadır? Zahirilərdə, hansı ki, biz onlara rədd edirik. Nususun zahirini, ləfsi, cumud edirlər. Ləfsi özünü dondurub saxlayırlar. Nədir budur ləfs? Yəni, heç bir dəlalətinə, heç bir məfhumuna, mənasına getmədən, baxmadan və bunu inkar edirlər. Ona görə biz keçən dərsimizdə dedik ki, fikir verin, İbn Həzm zahiri məzhəbində olub, düzdür. O ayə yoxdur, valideynlərə uf belə demə. Deyir ki, bu ayə dəlalət eləmir ki, valideynləri döymək olmaz, vurmaq olmaz. Çünki, nəyi saxlayıb? Zahirini saxlayıb. Mənasını saxlamayıb ki, mənanı inkar edir. Ləfsin özünü saxlayıb, dondurub saxlayıb, uf demə. Uf demək olmaz. Başqa şeylər, başqa şeylər, oqoq, məsələn, vurmaq, döymək və s. Bu ayədən çıxmır, deyir. Amma ayənin, ləfsin mənası nədir? Fikir ver, ləfsin mənası. Məna inkar edilir. Ləfsin özünə cumud edilir. İnkar biz bunu edirik. Amma yoxsa məlum məsələdir ki, Quranın zahiri ilə başa düşmək vacibdir. Amma zahiri deyəndə sən nə deyirsən? Ləfsi cumud etmək, biz bununla razılaşmırıq. Ona görə İmam İbn Qayyim rahimehullah Ə'lamul Muvaqqi'in kitabında zahirilərin Əhlüsünnəyə bir çox üsul məsələlərində müxalif olduğunu deyir. Zahirilər Əhlüsünnəyə bir çox üsul məsələlərində müxalif olublar. Məsələn, onlar nə ediblər? Müxalifətlərindən biri. Fiqdə təzə bir rəy çıxartmağı icazəli görürlər. Yeni rəy. Təbii ki, burada söhbət əqidədən gedmir, fiqdən gedir söhbət. Bizim bu söhbətimiz fiqdədir. Fiqdə təzə rəy çıxartmağı icazəli görürlər, bilirlər. Məsələn, sahabələr bir məsələdə iki rəyi var. Yaxud məsələn, sahabələr icma ediblər. Bunlar hədisin zahirini, ləfsi cumud edib başa düşürlər zahiri ilə, ləfsi ilə və sahabələrin icmasına müxalif olurlar. Deyirlər ki, əlimizdə hədis var. 100 dənə sahabə olsun orada, bizə deyirlər, adət yoxdur, hamısını rədd edirik. Hansı hüccətlə? Əlimizdə hədis var. Əlimizdə hədis var deyəndə nəyi qəsd edirlər? Hədisin zahiri, ləfsini, mənasını yox. Ona görə keçən dəfə misal verdim. Deyir, ayaq üstündə su içmək olmaz. O demək deyil ki, yemək yemək olmaz. Amma hədisin mənası o deyil. Mənanı rədd ediblər ləfsi, mənanı ləfsi tabi ediblər. Əslində, məqsud, məqsəd, mənadır. Ləfs yox, ləfs ona tabidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözündə məqsəd sözün mənasıdır. İndi bu necə eləyib? Hədisin zahirini tutur və sahabələrin icmasına müxalif olur. Sahabələrin icmasına müxalif olandan sonra təzə rəy çıxır yoxsa yox?
Təzə bir rey çıxdı fiqhdə. Ona görə alimlər bunu bidətdən sayıblar. Yəni qədimdə, mütəqaddim alimlərdə fiqhdə olmayan bir rey sonradan rey kimi ortaya verməyi, çıxartmağı, bunu bidətdən görüblər, zəlalətdir deyiblər, azğınlıqdır bu. Hər bir halda onların müxalifətləri çoxdur. Məsələn, müxalifətlərindən biri üsulda əhl-i sünnənin fiqhdə üsuluna müxalif olublar. Zahirilər İmam İbn Qeym Rahiməhullah və bir çox alimlər İbn Rəcəb də qeyd edib bunu. Deyiblər ki, qiyası inkar ediblər. Zahirilər sənə qiyasla hökm çıxartmağa icazə vermir. Qiyası inkar edirlər. Amma Quran, sünnə və əimmələrdən gələn əsərlər dəlalət edir ki, icma hüccətdir. Yəni icma hökm çıxartmaqda icazəlidir. Daha doğrusu qiyas. Qiyasla hökm çıxartmaq kitaba görə, sünnəyə görə və imamlardan gələn əsərlərə görə qiyas hüccət sayılır. Amma zahirlər nə ediblər? Zahirlər qiyası inkar ediblər. Hamısı ediblər. Yəni söhbət burada fiqhdən gedir, yenə deyirəm. Qiyas fiqhdədir yəni. Qiyas hüccət sayılır. Amma bunlar inkar ediblər. Qiyas nədir? İndi fayda olaraq qeyd edirəm. Görün, nə inkar ediblər? Qiyas müqayisə yolu ilə hökm çıxartmaqdır şəriətdə. Müqayisə yolu ilə, diqqətlə qulaq asırsınız, hökm çıxartmaq. Var, ola bilər ki, məsələn, nususda, Quran və sünnədə açıq aydın bu hökm bilinməsin. Amma müqayisə yolu ilə, qiyasla bu hökm çıxarıla bilər. Məsələn, sən qiyasla deyə bilərsən, bu haramdır. Təbii ki, öz dabiti var, öz şərtləri var. Məsələn, əsli Quranda olmalıdır. Əsli Quranda olandan sonra müqayisə yolu ilə hökm çıxartmaq olur. Məsələn, bir misal deyim, içki, araq. Müasir məsələlər bir çoxunu belə çıxartmaq olar. Məsələn, araq. Araq nasla haramdır. Düzdür? Nəyə görə haramdır? Beyni, ağlı dumanlandırır, sərxoş edir. Ağlı apardığı üçün bu illə şərabda xamır var deyə şəriət bunu haram edib. Düzdür? Sən şəriətdə deyilməyib ki, viski içmək olmaz, çaxır içmək olmaz. Yoxdur. Amma müqayisə yolu ilə, qiyasla sən hökm çıxardırsan ki, pivə də içmək olmaz, çaxır da içmək olmaz. Viski, bu kimi şeylər hamısı haramdır. Amma sən Quranda, sünnədə pivə tapmayacaqsan. Amma tapmağa ehtiyac da yoxdur. Çünki əsli haram edilib araqla, illəsi məlumdur. İllə səbəbi niyə haram edilib məlumdur. O səbəb başqa şeydə olanda artıq sən müqayisə, bu elə bir ki, əsli burada olduğu üçün müqayisəyə, qiyasa şərait yaradır, Emil. Şərait yaradır ki, sən bunu da haram sayasan. Şərt o deyil, hamısı Quranda olmalıdır. Qardaş düz deyir. Məsələn, zaman müasirləşdikcə elə şeylər çıxır ki, sən onu Quranda, sünnədə tapmayacaqsan hökmü. Amma müqayisə yolu ilə qiyasla hökm çıxartmaq olur. Məsələn, elektrik enerjisini icazəsiz istifadə etmək. Biz internet deyək də, internet. Sən başqasının internetini icazəsiz istifadə eləmək olar? Niyə olmaz? Haramdır. Haramdır. Ayə, hədis var? Quranda internet yoxdur. Hədisdə internet yoxdur. Quranda, hədisdə nə var? Oğurluq var. Oğurluq haramdır. Oğurluq nədir oğurluq? Oğurluq odur. Oğurluq icazəsiz bir adamın izni olmadan onun mülkünü oğurlamaqdır. Bu var əsli. İndi sən bu illə nədir orada? İzni olmadan, yox. İndi sən izni olmadan cəmaatın internetini istifadəsiz, interneti icazəsiz istifadə etmək haramdır deyirsən. Biri gəlib, biri ki, sən qardaşım, Quranda internet var. Deyirsən, Quranda internetə ehtiyac yoxdur. Bu qiyasla haram olub. Müqayisə yolu ilə qiyasla hökm çıxardırsan sən haramlığına. Və bu kimi misallar çoxdur. Bu nə demir? Bu səhih qiyasdır. Bu zahirilər nə ediblər? Zahirilər deyiblər ki, batil qiyas da var axı. Fəsad olan qiyas. Fəsad olan qiyası nümunə gətirərək
səhi olan qiyası vurublar. Deyirlər ki, qiyas yoxdur. Qiyasdırsa bu da qiyasdır da. Fəsad etibarsız, batil olan qiyası sənə misal çəkir. Sən də deyirsən ki, təbii ki, bu qiyas yoxdur da. Bu qiyası misal çəkməklə səhi olan qiyası inkar edilir. Misal üçün, batil qiyas nədir? İndi onun dərəcələri, növləri çoxdur da. İndi bir illəni deyək, illəyə bir misal deyək. İlləni, Emil, düzgün tapmamaqdır. İlləni düzgün tapmayanda, müqayisə edəndə artıq bu batil qiyas olur. Belə qiyas yoxdur. Misal üçün, içki misalı. Biri gəlir, deyir ki, içki içmək haramdır. Yox, araq. Çünki onun iyi, tündür, acıdır, zəhərdir deyir. Dadı. Ona görə araq içmək olmaz. Və bu illə ilə qiyas eləyəndə bütün acı olan, tünd olan şeylər var, sərt olan şeylər. Məsələn, o da hindi içirsən, deyirsən, zəhərdir, içmək olmaz, yandırır ağzı. Bütün tünd, iyili olan şeylər, sərt, iyili olan şeylər hamısı haram olur bu illə ilə. Yox, amma o şəriətdə araqda illə o deyil. Yəni, o iyinin, dadının tünd olması deyil, yəni. Tünd olması üçün haram edilməyib ki, sən o illə ilə o birisi şeyləri də haram edəsən. Deməli, bu cür qiyasla gəldinsə, bu artıq qiyas fəsiddir. Fəsaddır bu qiyas. Doğru deyil. Bu qiyas doğru olmadığı üçün gəlib deyiblər ki, şəriətdə qiyas hökm yoxdur. Qiyasla hökm çıxartmaq olmaz. Qiyas budursa, belə hökm olmur axı. Belə hökm olmur. Yaxud, məsələn, o, necə deyil, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Kim sarımsaq və soğan yeyərsə, bizim məscidimizə yaxınlaşmasın. Qardaş, sarımsaq soğana ilişməyib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm. Soğanla nə işi var idi sarımsaqla? Söhbət nədir orada? Qoxu, zərər müsəlmanlara. Deməli, onun yerində dayanan bütün şeylər hamısı aiddir buna, Emil. O sarımsaqda sən ləfsi saxlasan nə olur? Soğanla sarımsaq olmaz. Ləfsi saxlasan. Amma ləfsin mənası o deyil. Hədisin xaricdən başqa bir göyərti gətirsən. Əlbəttə, adı olacaq misal üçün başqa şey. İyi sarımsağın iyində olacaq. Sən deyəcəksən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu deməyib ki, soğan deyib. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm sözünün mənası var. Fikir ver, var ləfs, var mənası. Murad mənasıdır əsl. Ləfs tabedir ona. İndi misal üçün sən bu başqa şeylər, məsələn, siqaret çək, ged meçidə. Haram da olmaz. Neynə? İllə yerindədir. Ona görə siqaret çəkib, cəmaat namazına getmək olmaz. Niyə? Çünki bu hədis dəlalət edir. Mələklərə də əziyyət verir, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. İnsanlara əziyyət verən şeylər. Bu əziyyət verirsə, soğan sarımsaq əziyyət verir insanlara. Başqa şey ola bilər ki, siqaretin iyi var, insanlara əziyyət verir. Deməli, o da onun məqamında dayanır. Hər bir halda zahirilər qiyası da inkar ediblər. Deyiblər ki, qiyas düzgün deyil, qiyas olmaz. Və şək yoxdur ki, bunlar hamısı nədir? Batildir. Və biz baxanda görürük ki, sələf imamları zahiriləri şiddətli dərəcədə tənqid ediblər. Hətta zahir məzhəbinin müəssisi Davud ibn Ali Əv-Vahiri alimlər var ki, şiddətli tənqid ediblər. Və İmam Şatibi rahimehullah İ'tisam kitabında iki yerdə bidətçi adlandırır onları, zahirləri. Əl-mühim, biz deyəndə ki, zahirilər, xulasa, zahirilər misal üçün, zahiri ilə, nususun zahiri ilə gedirlər, bu söz düzgün yerinə qoyulmalıdır. Biz nəyi inkar edirik? Zahiri ilə getmək necə olur? O öz yerində, bizim inkar etdiyimiz şey tam başqa bir şeydir. Allahu aləm.